Hüseyin, Bəli, etdiyimiz bu dodaq çalışmalarının qarışıq versiyasını göstərəcəyik. Yaxşı? bəli. Tamam. Necə idi? Şeypur. Afərin. Bir də evdə ana ilə çoxlu çalışırsan. Yaxşı? Bəli. Bəli, Afərin. Bir də Afərin. Sonra nə etmişdik? Dodağımızı içəri çəkirik. Bir də aç ağzını, aç. Afərin. Bir də əla. Bir də afərin Hüseyin. Bir də geniş aç ağzını. Əla. Həm də dodağını içəri sal. Aç, 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 aç. Hı. Əla. Üçüncü tapşırığımız nə idi? Dodağımızı qabağa edirik və qulaq çöpləri ilə belə qulaq çöplərini saxlayırıq. Bax belə. Buyur, indi sən. Buyur. Neyini? O birisini götür. Bax, mən sənə göstərim nümunə kimi, bax. Şaxtabağın ağbığları kimi olacaq. Bu da olmadı. Götür qoy salfetkanın üstünə. O birisini götürək. Aha. Hə, indi də al, bunu götür. Bunu da yoxlayaq. Və ev şəraitində ana ilə çoxlu məşq etməyi unutmursan. Tamam, tamam. Bu da bitdi. Və növbəti necədir? Dodaqların şapıltısı. Baxaq. Afərin. Bir də əla. Bir də tüpürcəyimizi udaq, düz duraq. Afərin. Bir də əla. Axırıncı. Bitti. Afərin.